Hi guys, necə uşaqlar? Bilməyənlər üçün öncəliklə mən gəlib. Həm yazıcı, həm də qrafik dizaynerəm. Yəni kitab üzləri falan dizayn edirəm. Ara sıra isə yazıçılıqla məşğulam. Bu gün sizlərlə birlikdə Sarı Üz buralara qoyacağım. Kitabını oxuyuruq. Yəni Türkiyədə və xaricdə aşırı populyar idi. Həddindən çox aşırı dərəcədə, yəni wow dərəcədə oxuyucu kütləsi var. Yazıcının ilk uğurlu romanıdır. Digər yazısı haqqında bildiyim bir şey vardı ki, kitab yaza bilmirmiş və onun üçün təlimlər falan alıb və axırda Sarı Üzü çıxarıb deyə məlumat toplamışam. Nə qədər düzdür, nə qədər yanlışdır, bunu mən bilə bilmərəm təbii ki də. Bu arada PDF oxumaq təbii ki də pis bir şeydir. Təsəvvür hər hansısa bir əməyinizi PDF şəkildə, yəni pulsuz şəkildə oxuya bilirsiniz. Həm yazıçıya, həm də nəşriyyat evinə hörmətsizlik olduğu üçün bunu etməməlisiniz. Ancaq vedinizi almayın. Elə dövrdür ki, yəni kitabın qiyməti 20-25 manatdan başlayır. Nəysə, okey. Kitabımız budur. Sarı Üz. Aşırı populyar və qlobal bir kitabdır həqiqətən, yəni. Konusundan bir sizə bəhs edeyim. 2 dənə yazıçımız var və birinci bölümdə spoiler deyil əlbəttə bu. Birinci bölümdə parti edirlər və digər yazıçımız isə onu qısqanır. Biraz narsist bir tipdir, yəni aşırı qısqanır. Onun haqqında pis fikirlər eləyir, ancaq yaxın dostdular, necə olurlarsa. Ağlıma bir dostum gəldi. Salam. Şu an baxır videoya. Bir qızı qısqanır, yəni populyar yazıcını və gecə yemək yediyi zaman, yəni bir şeylər atışdırırlar, sandviç düzəldirlər və sandviç düzəldəndə yazıcımızın boğazına qaçır və yazıcı ölür. Əslində qız onu xilas edə bilərdi, ancaq xilas eləmir və onun otağına gedərək yeni bir romanı başlayır, yəni kitabı var. Qız tamamen bitiribdir, ölən yazıcımız və qız gedir ona oğurlayır və öz adı altında çap edir. Və editor tərəfindən bunlar fark edilir və təhdid mesajları falan. Yəni çox möhtəşəm kitabdır, aşırı möhtəşəm kitabdır. İndi başlayaq oxumağa. Biraz bir yudum kofe. Uşaqlar, mənim bir problemim var. Bu aşağı bilmirəm bu problemi kitab oxusam. Məsələn deyək, hələ neçə saat artıq 7 dəqiqədir, hələ mən burada qalmışam. Bax, hələ mən burada qalmışam. Və onun da səbəbi budur ki, məsələn, bu cümləni oxuyuram, bura keçirəm. Bura keçdiyim zaman bura yadımdan çıxır və təkrar bura gedirəm. Buranı oxuyub burada yadımdan çıxır, təzən yenə bura düşürəm və belə bir çıxmaz yola girirəm. Çox iğrənc bir şeydir bu. Yəni ona görə gec oxuyuram mən kitabı aşırı dərəcədə. Yine mən uşaqlar, burada çox qəşəng bir söz var. Bunu mən atacağım. Nasıl böyle rahat oturum çünkü çox fərqli düşürəm, yəni belə düşürəm baba, belə gəldim, belə. Kofta çox yekəldim mən. Neyse uşaqlar, burada tam günümüzün təbii ki də Azərbaycanda yox, Türkiyədə və xaricdəkiləri göstərən bir nümunə var. Birbirlərini henüz basılmamış kitablarını seçilmiş parasajları yerə göğe koymaz. Bitsi de okusak, bayıldım. Kapaklar tanıtınca da ortaya ciyak ayağa kaldırırlar. O kadar muhteşem ki dayanamıyorum. Bu Türkiye'de olur. Hər hansısa bir yazıcı kitabından çıxaranda, ay Allah, Instagram'a girmək olmur, qeyri-imkansız. Hər yeri qapaqla da süni intellektdən düzəlmiş qapaqlar. Axır ki,
aşağı düşdüm. İkinci səhifəyə keçmişəm və uşaqlar yəni 20 dəqiqə falan keçirdi, zorla oxuyurlar. Çünki yapay zekadan çevrilmiş bir, süni intellektlə çevrilmiş bir PDF-dir və təsvir olsun ki, yəni bəzi sözlər heç bilmir nə deyir. Ancaq kitabda belə bir şeylər yoxdur. Əl məcburu. Burada bir şey var uşaqlar, təəssüflər olsun ki, bu məni deyir. Deyir, siz istisnasız her an gölgede bırakan biriyle arkadaş olmak zor iş ne de olsa. Bu söz təəssüflər olsun ki, məni heç bir işdə yox, qrafik dizaynerlərdə də yox, heç bir şeydə yox, amma yazıçılıqda həqiqətən qısqanc biriyəm. Kiminsə kitabı çox satırsa, kiminsə kitabı daha qələm yaxşıdırsa, peşəkardırsa, təəssüflər olsun ki, necə deyimsə, pis bir qısqanıram. Yəni qısqanma səviyyəmdə aşırı iyrənc bir şeydir kitabı. Linkləmək olsun, pisləmək olsun, yazarı pisləmək olsun, o dərəcəyə gəlib çatır və bu ən pis xasiyyətlərindən biridir. Yəni bunu düzəltməyə çalışıram öz içimdə. Nəysə, davam edək. Uşaqlar, qələmi həqiqətən yaxşıdır. Necə deyim sizə? Fikirlərini deyir, fikir gəlir. Məsələn, mən sizə oturam söhbət eləməyəm. Qayıt deyirəm ki, şu an məsələn Atlas'ı birliyədək. Oturub yemək yeyirik. Yəni 2 səhifədə danışır, 2 səhifə. Sadəcə birinci cümlə deyir ki, qutuluyoruz. Yəni qeyd eləyirik. Axırda deyir ki, möhtəşəm bir yerdə teras barda Athena'ya yalnızız. Sən çox qəşəng yazıbdır. Yəni, zaman keçişi aşırı əladır. Bunu Atlas yaxşı bilir. Yəni o biraz oxumalarda şeydir, bilinçli biridir. Yəni o bu şeyi açıqlaya bilərdi. Mən təbii ki, zavallı olduğum üçün nə şey danışacağımı bilmirəm. Başa salacağımı bilmirəm. Ancaq Atlas bunu sizdən başa sala bilərdi. Olsun ki, düzəməli oxuya bilmirəm, çünki indi göstərəcəm. Yəni, yazılar belədir. Həqiqətən, yəni, türkcəsi olmayan biri, yəni, bunu zor oxuyar, yəni, daha doğrusu Azərbaycancası olmayan. Yəni, çünki kəlmələr elə olur ki, hamısı bir-birinə köçüb və heç nə bilmir, onu keçirəm, üst baş eləyirəm, bir şeylər anlamağa çalışıram, özümdən bir şey dururam, qoyuram yerinə. Nəysə. Ancaq heç düzənməli oxunmur, yəni PDF iyrəncdir. Uşaqlar, bu mənim tanınmış Athena'mız, yəni yazıçımız, sırf Amerikan Universitesi onu çox bəyəndiyi üçün aşırı çox bəyəniblər və sırf onun üçün universitetdə yazarlıq kadrosu açıblar. Bizim qısqanc, yəni mən, yazıçımız isə deyir ki, sırf mən də qohumumuzun Amerikada, Gregora'da sırf bir otaqlı ev olduğu üçün daşınmışdım. Yəni, aradakı fərq. Yəni mən. Kitabı oxuyanda birazcıq aydınlanma yaşadım. Dostluq haqqında. Bunu dostuma deyəcəm. Sırf bəlkə də onun üçün dostluq. O qədər möhtəşəm yazıb ki, baş karakterimiz bir roman yazır. Büyülü, biraz da ailəvi sorunları yaşayan, kayıp, yaz, biraz dram tərzində, ancaq büyülü tərzdə bir kitab yazır və 50 dənə nəşriyyat evinin ajansına göndərir və ajanslar heç bir qəbul eləmir. Axırda bir dənə Evrovens
adlı bir nəşriyyat evi var, yeni açılmış və qızın kitabını çap edirlər və ona $10.000 telif pul verirlər. Ondan sonra da telif ödəyəcəklər alırlar. Sonra isə ikinci yazıçımız, yəni ölən yazıçımız isə çox populyar bir nəşriyyat evində kitabı çıxır və 6 haneli bir avans alır. Yazıcımız isə bunu qısqanır. Kitab baskıya getmədən öncə girdiyi balaca nəşriyyat evi bağlanır və bütün haqları kitab yazıcımıza geri dönür. Kitabımızın kitabı çap edilir fərqli bir nəşriyyat evində və ilk baskı 10.000-dən 5.000-ə, sonra böyük bir kitab evlərindəki şeylər isə, yəni imza günləri isə, yəni çöldə hansısa balaca bir kitabçıya gedir və qız ümidi yox olur. Yəni düşünürdü ki, çox şanlı və şöhrətli bir olacaq. Həqiqətən belədir. İlk dəfə kitab çıxaranda hər şey istədiyiniz kimi getmir. Yəni ya kütləniz olmalıdır. A few moments later. 3 days later. Two 2,000 years later. Nəysə, sözümün canı. Yəni ilk həqiqətən romanlarımız istədiyimiz kimi olmur. Heç nə istədiyimiz kimi olmur. Hər şey istədiyimiz kimi olsaydı dünya daha yaxşı bir yol olmazdı. Bir söz. Kitabın editörü işdən qovulub. Qızımızın kitabının editörü işdən qovulur və yeni editörü heç qızla ilgilənmir. Yəni qızı təmiz yaddan çıxarır. Yəni, başarılı bir olacağını düşünmür qızın. Bu düzdür. Bunu Türkiyədə mən bilirəm. Türkiyədə rastlamışam. Həqiqətən nəşriyyat evlərinə ajan lazımdır. Yəni ajanlıq sistemi nəşriyyat evlərinə gəlməlidir. Çox vacib bir şeydir bu. Burada deyir ki, qızımız New Yorkda editörlər və satış pazarlama şirkətləri, yəni işçiləri, çox nəşriyyat evləri onlara çox az bir maaş verir. Yəni az maaş və nətər deyim sizə, dəlilər kimi gecə-gündüz işlədirlərmiş. Bunu mən Türkiyədə görmüşəm. Mən bu kitabı bir dəfə də oxumuşdum, ancaq çox az qurtarmışdım. Qısaca oxumuşdum və çox bəyənmişdim həqiqətən. Və belə bir dizayn eləmişdim kitaba. Buralara bir yerə daha böyük bir boyutunu qoyacağam. Bax bu. Bu qapağı mən düzəltməmişəm, yalan deyirəm, süni intellekt hər şeyini eləyibdir. Yazı fontunu, yazını, yazı fontdur, şəkillərdir, hər şeyi, yəni süni intellekt eləyib. Gördüyünüz hər şeyi mən demədim. Yalan deyirəm ki, mən eləmişəm. Sadəcə kitab halını mən yığmışam. Arxasını, qabağını, loqoları falan hamısını özüm qoymuşam və çox bəyənilmişdi bu qapaq həqiqətən. Yəni öz nəşriyyat evimdə bu kitabın Azərbaycancasına çevirmək istəsəm, həqiqətən bu qapağı istifadə edirəm, ancaq təəssüflər olsun ki, bunun telif haqqını almaq biraz bayağı bahalıdır. Özü yeni bir nəşriyyat evinə devr eləmək. Videomu burada sonlandıracağam. Təəssüflər olsun ki, səbəbləri, çünki oxuya bilmirəm. PDF olaraq heç uyğun deyil, bütün sözlər qarma-qarışıq, ancaq bir təhər özüm üçün oxuyacağam. Gələnki videoda mən nə etməyə çalışacağım? Qısa kitablar seçəcəyik və el oxuyacağıq. Bu artıq neçənci serimizdir? Bu da 3-cü serimizdir. Dizaynlarımı yorumladıq, kitablarımızı yazdıq və fərqli bir tərzdə bir kanaldır bu. Yəni hər kəs istədiyi zövqlü videoları tapa biləcək bu kanalda. Onun üçün kitabı burada sonlandırıram. Təəssüflər olsun ki, yəni kitab çox qəşəngdir, çox axıcıdır, çox qəşəng gedir, ancaq PDF o deyil və yaxud da göstərdim sizə heç oxunmur, düzəməlli oxunmur, onun üçün
təəssüflər olsun ki, videonu sonlandırıram. İlk öncə buralara kutucuq qoyacağam. Buradan kanalıma abunə olmağı, abunə olub, like atıb, bir dənə də yorum yazmağı unutmayın. Hamınızı öpdüm. Özünüzə yaxşı baxın. Dediyim kimi kanalıma abunə olmağı və yorum qismına hər hansı bir emoji və yaxud da bir söz yazmağı unutmayın ki, kəşfətə düşək, yeni insanlar görsün bunu. Nəysə uşaqlar, sağ olun, özünüzə yaxşı baxın. Belə qısa bir video oldu, amma çerezlik bir videodur. Sadəcə deyirəm ki, kitabı alın və oxuyun, həqiqətən çox qəşəngdir. Birinci bölümdən belə özünü bağlayırsa, yəni digərlərini düşünmürəm. Mən bir yeni oxumağa davam edəcəm. Çünki həqiqətən xoşuma gəlir. Sadəcə videonu burada sonlandırmaq istəyirəm. Bu qədər. Özünüzə yaxşı baxın. Bay bay.